Hər vaxtınız xeyir olsun. Funksiya ilə bağlı olan bir sualın izahına baxacağıq. 32-ci sualımıza. Vaxt itirmədən sualımızın izahına başlayaq. Sualda bizə deyilir ki, deməli, baxırıq ki, funksiyadır və burada bizə bir dövr verilib ki, dövr ümumi hansı qiymətləri alacaq? Alacaq deməli 1, 2 və 3 qiymətlərini. Burada da bir dənə səhifə açım, boş səhifə açım ki, çünki ikili hesablama aparılacaq. Boş səhifəmizi açaq, kənarda qalsın. Belə, baxın, gəlin dövrümüzü bir-bir hərəkət etdirək. I-nin bir qiymətində i bərabərdir 1 olduqda bu hissədə gələcək y bərabərdir. Y üstə gələk fi. Baxın burada, fi. I-miz də 1 olduğuna görə, yəni f1. Deməli, mən baxıram ki, y ilə f1-i toplamaq üçün f1-in qiymətini bilməliyəm. F1 də qiymətini bilmək üçün buradan, yəni qiymətdən bu hissəyə müraciət olmalıdır. Bu hissəyə müraciət, baxın, F1-lərin tapılması, yəni F1-in, F2-in, F3-ün tapılmasını burada yazacağım. İlk öncə F1-imizə müraciət edirik. Yəni, apardıq, bura F1 yazdıq. F1-ə müraciət etdikdə, n nəyə bərabər olacaq? N bərabər olacaq 1-ə. S bərabərdir 1. Və n 1-dirsə, deyir ki, for i in range 1-dən n plus 1-ə qədər. N-imiz 1-dirsə, deməli, bu 1-dən 1-2 qiymətdir. 1-dən 2-yə qədər qiymət alacaq. Range-dirsə, artıq range-də bilirik ki, axırıncı qiymət daxil olmur. Yəni, i 1 qiymətini tapacaq. Alacaq daha doğrusu. Və gələcək hər dəfədə şərt operatoru yoxlayacaq. Çünki dövrün daxilindədir. Gələcək s-in qiymətini, i-nin 1 qiymətində hesablayacaq. S bərabərdir, s vurulsun i, s oldu 1. S-in 2-yə bölünməsindən, yəni 1-in 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirmi? Hə, S bərabər oldu 2. 2 qiymətini return qaytaracaq F1-ə. Və həmin o F1-in qiymətini gətirib biz burada yerinə qoyacağıq. Y-in qiyməti, için qiyməti 0-dır. Y-imizin için qiyməti burada 0-dır. 0 üstə gələk 2 bərabər olacaq 2-yə. İndi isə keçirik ikinci dövrümüzə, yəni i-nin 2 qiymətində. I-nin 2 qiymətində y bərabərdir. Y-imiz artıq 2-dir. 2 üstə gələk fi, yəni f2. İndi isə f2-yə müraciət edirik. F2 olanda, deməli, n-imiz bərabər olacaq 2. Artıq s-in buradakı qiyməti ilə yox. Hər dəfə yuxarı qayıdıb f-lərə müraciət etdikdə s yenilənir, yenidən 1 qiymətini alır. S bərabər olur 1. Bəs i hansı qiymətlər alacaq? İndi isə artıq deyir ki, 1-dən n plus 1-ə. N-im 2-dirsə, deməli 1-dən 3-ə qədər qiymətlər alacaqsa, i deməli 1 qiymətini, bir də 2 qiymətini alacaq. Artıq s bu formada hesablanacaq. Birinci s-i i-nin 1 qiymətini hesablasaq, s bərabərdir, s vurulsun 1. S1-də i-də 1. Elədi 1. Gəlib yoxlayırıq şərtimizi. 1-in 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Hə. 1-ə bərabərdirmi? Hə. Onda s olacaq 2. I-nin 2 qiymətində s bərabərdir, s vurulsun 2i. I-miz 2, s-imiz də 2, onda s olacaq 4. Artıq 4-ün 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdir. Bunu qaytaracaq bura, yəni f2-yə. Gələcək hesablayacaq. 2 üstə gələk 4. Bərabər oldu 6. Aha, üçüncü dövrümüzdə i bərabərdir 3 olanda. Y bərabərdir y, yəni 6 plus f3-ə müraciət edəcək. İndi gələk f3-ümüzü hesablayaq. F3 bərabərdir, n bərabər oldu 3, yenə də s yeniləndi, oldu 1. I bərabər olacaq, artıq nəyə deyəcək bizə? Deyəcək ki, 1-dən n plus 1-ə qədər. N-imiz 3-dürsə, yəni 1-dən 4-ə qədər qiymətlər alacaq. 1, 4 aralıq qiymətlər alacaqsa, deməli, i alacaq 1. i alacaq, deməli, burada s-imiz 1 idi. i alacaq burada 1, 2 və 3 qiymətlərini. İndi gələk. Birinci hesablayaq i-nin 1 qiymətində. S bərabər olacaq, s vurulsun, 1 vurulsun, 1 1. 1-in 2-yə bölünməsindən alınan qalıq 1-dir deyə s etdi 2. İndi keçirik i-nin 2 qiymətində, buradakı. I-nin 2 qiymətini hesablayanda s bərabərdir, s vurulsun, s2-dir, 2-ni 2-yə vurduq 4. 4-ün 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabər deyil. Keçir i-nin 3 qiymətinə. S bərabərdir, s vurulsun, s-imiz 4, 4-də 3-ə vurduq 12. Yenə də 12-ni 2-yə böləndə alınan qalıq 1-ə bərabər deyil. 12-ni return qaytarır bura. 12, y bərabərdir 6 plus 12 edəcək 18. Cavab variantımız C variantı.